Salam əziz dostlar, hər birinizi xoş gördük. Son keçirilən iyul ayındakı imtahanın qəbul sualları və digər əlavə sualları sizinlə bərabər paylaşıram bu gün. Qeyd edeyim ki, biz yeni bir kitab nəşr etdirmişik və nəşr etdirdiyimiz kitabda son 25 sınaq idi. Artıq sizləri düşünərək bu 25 sınağı 33 sınaq eləmişik. Kitabları əldə eləmək istəsəniz, imtahana az qalmış bir vaxtda necə faydalana bilərəm, daha çox sual tipi görmək istəyirsinizsə, ekranda görünən nömrə ilə ya da bir çox kitab evlərindən soruşaraq dövlət orqanları üçün məntiq sınaq toplusu qəbul toplumuzu əldə edə bilərsiniz. Qeyd edeyim ki, bu sınaq toplusunda bütün növ yeni sual tipləri hamısı yer almışdır və bu gün də onlardan bəzilərini sizə təqdim edəcəm. İndi isə gəlin vaxt itirmədən keçirək qəbul suallarına. İlk işim, əziz dostlarım, sınaq 32-dən başlamaqdır. 32-ci sınaqda qeyd edeyim ki, bu gördüyünüz hissədə ardıcıllıq olaraq çarpaz formada əldə edəcəksiniz. 3, 9, 15, 21, 27, 33 və sual. Magistrin köhnə qəbul sualıdır bu. Dövlət qəbulunda da rastımıza çıxıb. Hər dəfəsində 6, 6, 6, baxın. Plus 6, plus 6, plus 6, plus 6. Bura olur 39. Düzdür, bir dənə 39-dan olan variant budur, B bəndi. Amma o birisi ardıcıllığı da tapmaq lazımdır. 19, 17, 15, 13, 11, 9. Və bu neyinir dostlar? 2 vahid azalır. Bir oldu 7. Cavab B bəndi. Digər bir sual qeyri-aşkar operatoruna bağlı 5-ci sual və 2-ci sual aşkar operatordur. Qeyd edeyim ki, bu sual tipləri bizdə qəbulda bir neçə sual formasında rastımıza gəlib çıxır. Siz baxsanız bu hissədə verilən işarə ardıcı misallarda orada əldə olunur. Sol tərəf sola bərabər. 2-nin nəyə vurur üstünə 1 gəlsən 5 edər. 2-yə. Onda y neçəyə bərabərdir? 2-də 1-ə. İkiniz və bu sualı izah edəndə orada bir çıxılı yanlışım olmuşdu. Götür burada 4 yazmışam. Cavab başqa şey çıxartmışıq. Fikir verməyin ona. İndi gətirib burada yazıram. 2 çıxılsın 1 bölünsün 3 üstə gələk. 2 vurulsun 2-də 1 plus 1. Bu da bərabərdir. Orada qalır 3-də 1 üstə gələk 2. Bu da bərabərdir 3-də 7-yə. Demək sol tərəfdə verilən misalın qiyməti 3-də 7-dir. Sağ tərəfdəkini əldə edirəm. Üçbucaq buradadır. X-in bərabərdir 4-ə. Y-im də bərabərdir müsbət 1-ə. Gətirim sağ tərəfdə yazım. 4 vurulsun 1 üstə gələk 4 bölünsün 2 bərabərdir 6. Demək sağ tərəfin qiyməti neçədir? 6. Onda bu misalda 3-də 7-dən çıxsam 6-nı, 6-nı 3-dən neçəsə təsəvvür etmək lazımdır. Yəni bu riyaziyyatdır. 3-də 7, bunu isə 3-də 18 kimi yazaram. Çıxılsın 18. Bu da bərabərdir -3-də 11. Bəzi dostlarımız bunu imtahanda diqqətsizlik eləyib səhv yazmışdı. Doğru variant Y bəndi. Daha sonra keçdik digər hissəyə. Yenə perimetrlə bağlıdır. Bu sualı da imtahanda olarkən bir çox dostlarımız həllin bilir. Sadəcə olaraq buna o birisi perimetrindən səhv salmışdılar. Verilən misalda bax yazıb. Deyir Aydın və Lətifdə eyni ölçü düzbucaqlı vərəq var. Biz bu sualdan 2024-dən bəri rastlaşırıq. Əsasən də BA-da qəbula düşür. Düz BB-də də sayı və perimetr var, amma burada BA-nın qəbul sualıdır. Deyir onların hər bir düzbucağının üst tərəfinin üzünü ölçdü. Aydında alınan cəm 48 santimetrdir. Yəni təsəvvür eləyin A, B, A və A. Və bir də burada belə bir şey var. Lətifdə alınan isə 51 sant. Demək başqa tərəfləri toplayıb. Yəni bir dəfə 2A plus B bərabərdir 48. Bir dəfə də 2B plus A bərabərdir 51. Niyə bir dəfə 2A, bir dəfə 2B? Çünki görürsünüz, eyni ölçüdə perimetr alınmır. Fərqli-fərqli. Deməli, hər dəfəsində fərqli tərəflərini toplayır. Tərəf-tərəfi toplayarım. Onlar 3A, üstə gəlir 3B bərabərdir 99. A plus B də bərabərdir 27. 27-ni aldıq. Yaxşı. Daha sonra nə edeyim? 27 üzr istəyirəm. Mən də 33 yazmalıyam. 33. Sistem təhlili qura bilərsiniz. Necə? Məsələn, B-nə bəzləşdirərəm. B bərabərdir. 33 minus A. Gətirib də qoyaram yerinə.
Onda olar burada 2A plus 33 minus A bərabərdir 48. Onda A da bərabərdir 15. Demək A-nın qiyməti 15-dirsə, B-nin də 18-dir. Sonra bunların sayısını soruşur. 15 də adam 18 270. Əslində asan bir sual idi və hamı yaza bilərdi. Düzdür. Keçən səfər bir misal düşmüşdü ki, perimetrin verib o bildiyiniz məşhur perimetr sual. Daha sonra sayısını soruşmuşdu. O biraz çətindir. Açıq. Sonra yenə mətn təhlili ilə bağlı bir sual da ekranda gördüyünüz. Qeyd edim ki, bu sual da əziz və dəyərli dostlarım. Deyir, Arifin 4 övladı var. Onların hamısı təhsil alır. Könül magistrant deyil. 4 dənə övladı var. Və fikir versiniz, şagird, magistr, doktorant var. Yazıq. Könülüm var. Aytənim var. Şahinim var. Bir də var Muradım. Bir də bunların təhsil pillələri var. Şagird, magistr və doktorant. Deyir ki, onun magistrant deyil. 3. Aytənlə Şahin şagird deyil və müxtəlif təhsil səviyyəsində oxuyurlar. Yəni, biri magistrdirsə, biri doktoranturadır. Yəni, nöqtə qoymaqda məqsədim odur. Və burada nə yazır? Deyir ki, könül Muradla eyni təhsil səviyyəsində oxuyur. Onda avtomatik buradan könül magistr deyilsə, doktorant olsa, məcburam Muradda doktorant götürüm. Və bir də üçüncü adam götürüm. Axı, digər ikisinin adam qalmır. Onda könül avtomatik nədir? Şagird. Muradda nədir? Şagird. Və deyir, Muradla Aytən doktorant deyil. Muradla Aytən də doktorant deyilsə, özü burada da var, fikir verin. Nə Murad, olsa mən bilirəm. Aytən də doktorant deyilsə, Aytənə nə qaldı? Da doğrusu üzrəm. Aytən də doktorant deyilsə, Aytənə qalır magistr, Şahinə də qalır doktorant. Və deyir, Arifin hansı övladları və yaxud da ki, övladı magistrantdır? Yalnız Aytən. Deyib məndə. Aytənin doktorant olmadığı məlumdur. Şagird deyilsə, özə fikir verin. Heç misal eləməsəz olardı. Kimdir bilən elə? Aytən. Sonra 5-ci sual. 31 və 8-dən 7 alıb 18-dən. Burada bizə nə kömək eləyə bilərdi? Əsasən bunu tapmağa. 19-dan 3. 31-dən çıxıb sağ tərəfdəkini vurub 3-ə. Bərabərdir 7. Yəni 24-dən də çıxaram. 3 vurulsun 6. Elə o da bərabərdir 6-ya. A bənd. Daha sonrasında digər bir sual. Moruq gilə meyvədirsə, fiziologiya nədir? Elmin növü. 7-ci sual kesit etməmişdən əvvəl, əziz və dəyərli dostlar, əgər videonu bu hissəyə qədər izləmişsinizsə, videonu bəyənin və kanala abunə olun ki, daha çox dostlarınız bunu sizinlə baxaraq faydalana bilsin və bu videonu digər dostlarınıza da göndərin ki, onlar da baxsın, son qəbulda nə kimi suallar düşüb, onlarla da tanış ola bilsinlər. Və ən əsası odur ki, yeni tip suallarla da tanış olsunlar ki, burada hər biriniz imtahanda bu suallarla nə vaxtsa yenidən rastlaşsanız, çətinlik çəkməyəsiniz. Çox sadə bir sual idi. Götürürəm yazıram, bax. P üstə gələyir, bərabər 22. Müftə bir bal. R üstə gələyir, bərabərdir 19. Və P üstə gələ S də bərabərdir 33. Üstün hamısını tərəf-tərəfə toplayardım. Eləyərdim 2P üstə gələ 2R üstə gələ 2S bərabərdir 52, 22, 74. Hər tərəfi də 2-yə bölsəm, P plus R plus S bərabərdir 37. C bəndi. Daha sonra keçirik. Aha, biraz fərqli bir suala. Əslində maraqlı sualdır. Misal mən 5, 6, 8, 9, 15 lira yolu var. Hərə bir cür eləyə bilər. Problem yoxdur. Mən daha rahat formasını deyim. Sol tərəfdəki ikisini toplayıb bərabərdir. Sağ tərəfdəki ikisinin fərqinə. Necə yəni? Bax 0-dan 2 bərabərdir. 7 çıx 5. Yəni 9 ilə 7-nin cəmi 16-dırsa bərabərdir. Mən nədən 31 çıxsam 16 qalır? 47-dən. Ola bilər kimsə fikirləşir. Mən bunu başqa cür eləmişəm. Necə? 2 ilə başladım 0-ı toplamağa. Dedim, 3-dən də 1 çıxım. Eyni şeydir. Daha sonrasında 9-cu sual. Bənövşə, qərənfil, lalə, nərgiz. Bu nədir fidan?
Qalan hamısı güldür dostlar. Fərqli olan variant D bəndidir. Sonra rebusla bağlı belə bir maraqlı sual var. 321-dən çıxıb, heç nə bu 321-dir. Çıxıb 210, bərabərdir 111. Doğrudan ne? Yəni 936-dan 416 çıxsam qalır 520. A bəndi. Və bir də belə bir maraqlı məlumat verin. Bu təbii ki, e, deyilən misalların 90%-ində ödəyə bilər. Əgər bir misalda sıfır varsa, təbii ki, bu kiçik ədədlər istisna olmasalar, misalı yaza bilmirsiniz. Müəllim, mən nə variantı yazım deyə düşünürsən. Çox böyük ehtimal həmin misalın sıfır çıxma ehtimalı daha çoxdur. Amma təbii ki, yenə deyirəm, həmin misalda bir yoxdursa. Sıfır var, 27 var cavablarda, 19 var, 7 var. Çox böyük ehtimal. Həll eləyə bilməsən misalı, cavabı sıfır olaraq qeyd eləyə bilərsən. Gəldik 11-ci suala. Ən sevdiyim sual. Mən bu sualı düzünə az nə çox. Düz bir il bundan əvvəl izah eləmişəm. Və qeyd edeyim ki, bu sual tipi 2024-cü ilin sentyabr ayının qəbulunda düşmüşdü qəbula. Əslində yaza bilərdiniz, bu arada deyim. Və yazmalıydınız da. Yaz bir HL, KM. Dostlar, üstündə başlayıb birinci nömrələməyə. 1, 2, 3, 4. Gətirirəm misal. Görürsünüz, romb böyükləri kiçildir. Yazıram bura. 3, 2, 4, 1. Yəni sıraların dəyişir. Yəni 1, 2, 3, 4 idi, elədi 3, 2, 4, 1 və böyüyü kiçiltdi. Burada isə 1, 2, 3, 4. İndi eləyib 4, 2, 1, 3. Görürsünüz, fərqli-fərqli sırayla yazır. Bir-bir özüm üçün qeyd edirəm. Kvadratın işi isə kiçiyi böyüdür. 1, 2, 3, 4. Alınır burada 1, 3, 4 və 2. Böyüyü də kiçildir. 1, 2, 3, 4. Olur 2, 1, 4 və 3. Fikir verirsiniz, hamısının düzülüşü fərqli-fərqlidir. Bəs yaxşı, mən bu misalı necə edeyim? Bilirsiniz də, riyaziyyatda hər şey birinci mötərizədən başlayır. Bu misalda etmək istəyirsinizsə, ilk işiniz bilirsiniz nədir? Mötərizənin tərsini eləyin. Yəni nə? Birinci rombu eləyəcəm, sonra rombu, sonra daha doğrusu kvadratları, daha sonra en sonunda rombu. İndi bu o deməkdir ki, kvadrat içəridən nəsə çıxıb, alınıb lens sözü. İndi lens sözü nə zaman alınır bilər? Yəni hərflər nə zaman kiçilir? Deyək yuxarıdakında. Ödül sözündə. Yəni necə? Yazmayıb ödül. Demək bu 2, 1, 4 və 3 sırası ilə düzülür. İndi sol tərəfdə amma onu böyüdüb yazacağım. Yəni nə? Olacaq E, L, S və N. Demək bu L, S və N imiş ki, ödülsü, yəni ödüldəki kimi. Kvadrat böyüyümüş ki, onu kiçildir. Demək burada alınan nədir? E, L, S, N. İlk dəfə qulaq asanlar üçün bəli, çətin gələ bilər. Test etməyənlər üçün də. Bu test tipi ilə bizim tələbələrin hamısı tanışdılar deyə artıq bunu az çox biliyorlar. İndi gəlirəm bu hissədə. Yenə kvadrat. Görürsünüz ikinci mötərizə. Bəs bu nə zaman böyüyür kvadrat? Deyib ikincidə. Yəni nə? 1, 3, 4 və 2. Yəni bu o deməkdir ki, burada başlamalıdır. Çıxılı n. Çıxılı n yazmışam. Mən də balaca y. Hə, 1, 3, 4, 2. Birinci balaca e gəlir. Sonra kiçik n. Sonra kiçik l. Və bir də nə kiçik s. Demək bu kvadratdan da çıxan budur. İndi bu nədən alınır? Bax bu bərabərdir. Y, N, L və kiçik s. Bu isə alınır rompdan. Misal tərsinə eləyirəm bu arada. Vaxt lazım da biraz. Bir 4-5 dəqiqə bu misal etməyə vaxt lazım. Diqqətli şəkildə. Mən də baxıram ki, yəni, bu söz nə vaxt alına bilər? Y, N, L, S. Romp nə vaxt kiçildir? Deyib böyük olanda. Onda bu hansıdır? 3, 2, 4 və 1. Onda burada gəlir S, böyük N, böyük L, böyük Y və bir də böyük L. Doğrudan mən bunu nə gözəl yazmışam. Hmm. Maraqlıdır bu arada. Görə elə bir cavab da var burada. S, N, L. O da elə D bəndi.
Çətin sualda bunun xüsusi bir həlli var. Onu da aşağıdan video formasında yenə yerləşdirirəm. Bir çıxıla baxarsınız. Keçirik növbəti suala. Yenə Bunker məsələsidir. Qeyd edeyim ki, Bunker məsələsi bizim bir nevi ayrılmaz bir hissəmizə çevrilib. Yenə 32 dənə topdur. Başlayır hərəkətə. 16-sı sola, 16-sı sağa. Bunun 8-i sola, 8-i sağa. Bu 16 olduğu kimi qalır. 8-i sola, 8-i sağa. 4-ü sola, 4-ü sağa. 4-ü sola, 4-ü sağa. İndi bu bir yerdə yazılanları cəmləşdirirəm. Yəni 4 ilə 4 eləyir 12. Arada silahlandıram. Deyirəm 4 ilə 4 12 eləyir. 8 yazmışam. Psixolojidir. Bu dəqiqə bəlkə də əksər dostlarımız fikirləşir ki, müəllim 12 doğru niyə 8 yazır? Çünki cəmi 8 eləyirdi. Daha sonrasında bu 4 bölünür 2 2. 8 4 4. 12 bölünür 6 6. 8 bölünür 4 4. Yenə ortalaşları cəmləyirəm. 2 ilə 4 edir 6. 4 ilə 6 eləyir 10. Bu 4 ilə 6 eləyir 10. Bu prosesi sona qədər davam elətdirirəm. İndi 2 gəlib bura bölünəndə 1 1. 6 bölünəndə 3 3. 10 bölünəndə 5 5. Bu 10 bölünəndə 5 5. Bu 4 də bölünəndə 2 2. Olur burada 1 4 8 10 7 və 2. O da D bəndi. Daha sonrasında kodlaşdırma ilə bağlı olan bu sual may ayında keçirilən qəbulda da vardı bu sual. Qeyd edeyim. Son keçirilən iyuldakı qəbulda da vardı. Bəs yaxşı. Bu qəbulda var idisə. Təbii ki, sual olduğu kimi deyil. Suallar dəyişdirilir. Bu gördüyünüz misalda həm hərfin öz kodu var, həm də hecanın öz kodu var. Bəzən isə bir sözün öz kodu var. Necə yəni hərf, heca nədir? Görürsünüz burada bax, maksimum heca sayı, hərf sayı 5 dənədir. Burada 5 dənə rəqəmin kodu yoxdur. Yəni 5 rəqəmin hamısı 5 olsun. Görürsən, 7 dənə hərf var, 7 hərfli kod yoxdur. Demək bu hərfi kod deyil. Bəs heca ilə götürsəm, yəni hövün kodu ən böyük höv, sə, lə, məsələn 3 hecalıdır, mə, sə, lə. Axı burada 4 rəqəmli kodlar var. Bu demək sırf heca da deyil. Bəs nədir? Həm heca, həm də hərf qatışıqıdır. Doğrudan el. Bəs mən bunu necə etsəm mədə rahat olur? Siz axırdan başlaya bilərsiniz. Dostlar, məsələn, 3-lərdən, istəsəz 5-lərdən başlaya bilərsiniz. Və ya da ki, məsələn, hövlərdir, səhlərdən. Bax, əvvəldə 2 dənə 7 var və 2 dənə də 1 var. Və bir də 2 dənə 1 ortada da var. Fikir verin. O birlər bir nevi deyir ki, biz səhlərik. Baxın. Demək, sənin kodu nədir? 1. Sə hecasının daha doğrusu. Sə hecası 1-dirsə, onda məndə ləhlər var. Fikir verin sonda. Lə, lə. Və hətta ətlər də var. 2 dənə 3 var, 2 dənə də 5 var. Bu arada qabağında yazılan kod onu deyil ha. Bəs müəllim, mən nə hardan bilə bilərəm ki, bunu mənə daha yaxşı olsun. Görsən 3-lər burada 2 dənəsində də var. Daha doğrusu 5-lər. Burada da 5 var. Bax, onda lənin kodu 5-dir. Onda 157 sələmin kodudur. M-in kodu isə təkcə 7-dir. Demək M təkcə 7 imiş, bəli. Mənim o necə olur? Ən çox verilən suallardır təbii ki bunlar. O necə olur ki, burada səyə bir kod dedik. Yəni burada dostlar, həm hecavi kod var, həm hərfi kod var. Onda səbət sözündə də 123. 123. Bunu da qarşısından yazım 123. Məsələ nədir? Burada 2 nəyin kodudur? Bax, onu tapmaq lazımdır. B-nın mı, yoxsa bətin mi? Amma fikir versəz, baxın 2, 269. Batanın kodudur. 269. B-nin kodu 2-dir. Ətin də kodu 3-dür. Onda ət 3-dürsə, sonu 3 ilə qutaran bir dənəsi də var. 7893. Onda M 7, ət, ənin özü təkcə 8, tan 9, ət də 3-dür. Düzdür, indi bu məndən ləni soruşur. Sonu 3 ilə qutaran. Bir də səni soruşur. Sonu da 1 ilə başlayan. İndi M hərfi neçədir? Fikirləşirəm. 7. Bəs A ilə bağlı. A ilə bağlı heç nə olmadığına görə dostlar. Bu arada. A məndə nə ola bilər?
Fikirləşirəm. Görmə burada A və yaxud da ki, H-ın özü də ola bilər bu arada. 269-da. A əslində 6-dır. 1, 7, 6. Bir dənə H-nın kodu yoxdur. H da burada istifadə olunmayan rəqəmlərdən biridir. Bu deyil 17605. Çətin və vaxt aparan bir sualdır. Belə bir sual görsəniz axıra saxlamanız biraz məsləhətdir. Sonra gəldik neft məsələsinə. Mənə məbləği verib 48,6 milyarddır. Hər bir şeyi də verib 10-da 3-ü var, 10-da 5-i var. Oh, yaxşı yazıq. Deyir 70 dollardan satmalıyam. Ki 48,6. Mən də nə edirəm? Biz hər gün tələbələrə əlavə dərs keçdiyimizə görə hər axşam elə dünən bu sualları izah edirdim orada da. İndi son 5-6 imtahanda qəbula düşmüş rəqəmsallardan biri. Yanvar ayından başlayıb qəbula düşməyə bu sual. Əvvəllər çətin görsənirdi, indi bir balaca asanlaşır. 50 dollar deyir barayla satılan neftin 10-da 3 hissəsi. Birinci bu hissələri tapıram. 50 vurulsun 10-da 3. Üstə gələk. 40 vurulsun 5-də 1. Və üstə də gələk. 54 vurulsun 2-də 1. Bu da bərabərdir. 15 üstə gələk. 8 üstə gələk 27. Bərabərdə 50 eləyir. Okey. Bayaq misalda yuxarının şərtində yazıq dostlar. İndi şərti olaraq deyim. Deyir 70 dollardan satmalısan. Amma sənin ortalaman neçə gəl çıxdı? 50-yə. Sən nə desən ziyandır. 70-dən çıxıram həmin 50-ni, bölürəm 10-a. 10-a niyə bölürəm? Bir dənə buranı səliqəsizləşdirim, tez qalxım yuxarı. Ona bölməkdə məqsəd odur ki, baxın, burada belə bir şərt yazıb. Deyir, əgər hər qazandığı əlavə 10 dollara görə 0,7 milyard artması, az olan hər 10 dollara görə isə 0,7 milyard azalması göstərilir. Məndə də baxsaz bu məbləğim neyini? Azalıb. 70-dən düşüb 50-yə. Neçə edirik ki? Hər 10-un içində bir dənə 0,7 var. Bunu da 0,7 eləyərəm. Eləyər 1,4. Mənim ümumi məbləğim nə qədərdir? Bax, yuxarıda. 48,6 deyə burada yazılıb. Fikir verin. Onda verilən misalda bu 48,6-dırsa ziyandayam axı. Bu 48,6-dan da çıxın bir onda 4-ü qalır 47 tam onda 2 və prosesdə də yuvarlaqlaşdırmağımı soruşduğuna görə 47 eləyir. Çətin bir misaldır, artıq yox. Sonra pilləkən məsələsidir. Qeyd edeyim ki, pilləkən məsələsi əsasən indiyə qədər keçirilən vergi orqanlarının qəbulunda olub. Bəs yaxşı, bu kimi misalları dərkən nəyə diqqət edeyim, neyiniyim? Bununla bağlı aşağıda xüsusi bir həll linki də yerləşdirəcəm. Bir budur, bir bundan əvvəlki 10-cu sual idi. Lens sualı. Bu iki sual nağdıdır. Bunların izahını da aşağıda yerləşdirəcəm. Siz baxa biləsiniz. Deyir, döşəmədə pilləkənlə qalxan adam hər addımda ya 2 ya da 3 pillə qalxır. Fibonacci ardıcıllığıdır. Bunun burada indi mən qısa həll versiyasını yazıram. Amma sizlər gedib onun geniş formatda həll versiyasına da baxıb tam şəkildə öyrənə bilərsiniz. Döşəmə var. Yazıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15. Yəni, pilləkən sayı 15-ə qədər verdiyinə görə pillə sayını. Mən də bura qədər yazdım. Bəs yaxşı müəllim, indi mən bunu yazmışamsa əgər. Daha sonra neyniyim? Daha sonra necə edim ki, mənim üçün də rahat olsun? Bu əslində, əziz və dəyərli dostlar, bildiyiniz Fibonacci ardıcıllığıdır. Deyir 6-cı pillə sınıqda, sındırdıq altını. Bu da sənə verir ya 2 ya da 3 qalxmaq. Birinciyə gəlmə ehtimalın yoxdur, 0. Niyə? Çünki 2 addım atmalısan. Olmaz 2 dənə bir addım atım, yox. Bunun daha geniş format dizaynı başa düşməsi bir daha xatırladıram. Aşağıda video yerləşdirəcəm, mütləq ona baxın. İkinci pilləyə gəlməyin bir dənə yolu var. Üçüncü pilləyə gəlməyin bir dənə yolu var. O da 3 pillə. İndi 2 və 3 pillə deyirsən, növbəti pillələr özündən əvvəl gələn ikinci və özündən əvvəl gələn üçüncünün cəmidir. Eləyir 1. Bax bu 5. Özündən əvvəl gələn ikinci və üçüncünün cəmidir. 5-ə gəlməyin cəmi 2 dənə yolu var. İndi bəzilərinizə maraqlı ola bilər. Qoy deyim yenə də. Müəllim, hansı yollardır? Ya 3 ilə 2, ya da 2 ilə 3. Niyə? Çünki ancaq 2 və 3 addım ata bilərsən. 6-ya gəlməyin yolu yoxdur. 7 özündən əvvəl gələn 2 ilə 3. Eləyir cəmi neçə? 3. 8 özündən əvvəl gələn ikinci yoxdur, üçüncü. Bir dənə nə var? 2. 9 özündən əvvəl gələn ikinci və üçüncü.
Bizə dənə cəmi 3 ehtimal var. 11 2 ilə 3 eləyir 5. Sonra 3 ilə 2-ni toplayıram. 11 yenə 5 eləyir. 12-yə gəlməyin yolu 5 ilə 3-dür, eləyir 8. 13-ə gəlməyin yolu 5 ilə 5-dir, eləyir 10. Bu da mənə deyir ki, ən alçaq bir sayı 2 rəqəmli olsun. Elə onun üçün öz. D bənd. Sonra 13-cü sual. Tərəzi mövzusudur. Hər imtahan qəbulda olur. Dostlar, çarpaz toplasaz birbaşa cavab çıxır. Amma tələbələrin böyük əksəriyyətinin mənfi cəhəti nədir? Mən bu çarpazı necə eləyim? Çarpazı eləmək şərt deyil. Bax, bu gördüyünüz Z, dəyərli dostlarım. Götürün burada Z-in birinci silim, yerinə 5 dənə B yazın. Soldan 4 dənə B, sağdan da 5, 4 dənə B getdi. Qaldı ZB bərabərdir XCC. Bu A, D bənd. Bitdi. Sonra 17-ci sual. 17-ci sual son keçirilən bir neçə imtahanda dövlət qulunun qəbulunda var. Sual tipi olaraq. Əslində köhnə qəbul suallarından. Biz bununla magistrda dəfələrlə rastlaşmışıq. Neyini İbrahim müəllim? Gətirib yazıram. 1, 2, 3 və 4. Biri yazıb bura. 3 burada. 4 burada. 2 burada. Niyə 1, 3, 4 yazdım? Gözümə gözəl görsənsin deyə. İndi bu 1, bu 2, bu 3, bu 4-dürsə. Mən biləm ki, mənim birim olmalıdır yuxarıda. Ağzı sola tərəf. Görsən C getdi, Y getdi. İkinci fiqurum harda olmalıdır? Bunun solunda. Yəni nə dairə bu hissədə. D getdi, dairənin yeri səhvdir. B getdi, dairənin yeri. Bu bir dənə qaldı bənd. Aynı rahatıymış. Valla. Sonra 18-ci sual. Bu il keçirilən həm mart ayındakı, həm iyun ayındakı dövlət qulluğunun qəbulunda düşmüş sual tipidir. Vergin də köhnə qəbul. Mesela magistrdə hər yerdə var. Bu sual odur. Neyini? Hər hərf kombinasiyasından bir neçə dəfə istifadə edir. Yəni nə bax, BNM, NMB, MBN. Bax, M 1-də gəlib, 2-də gəlib, 3-də gəlib. İndi burada bax ASD var, SDA var, çatışmır elə bu hərflər. Amma A-nın 1-də olan versiyası var, 3-də olan versiyası var. A 2-də yoxdur. D 3-də var, 2-də var, 1-də yoxdur. Onda bu da olur S. Olur D, A və S. Sonra keçirik 19-cu suala. 19-cu sualla da bağlı qeyd edeyim ki, mən bu sual yəqin ki, gələcək dövrlərdə də dövlət qulunun qəbulunda olacaq. Hal-hazırda ekranda gördüyünüz bu sualda və düşməsini də gözləyirəm. İki dənə qanun uyğunluq verir. Aşağıda bir dənə variant verir. Deyir, bu bunlardan hansına uyğun gəlir? Sən də fikirləşsən, görüm ilahi, mən necə edim ki, bunu uyğunlaşdırım? O zaman nə edəcəksən? Bax, buranın fərqliliklərinə bax. Burada nə var? 3 dənə xətt var, 3 dənə plus işarəsi var. Birinciyə nəyə uyğun? Plus dənə yəni çarpaz, kəsişmə. Birinciyə nə uyğun gəlir? Baxın, hərəsində 3 dənə kəsişmə var. Yəni bu ikisinin ortaq olan hissəsini neyinirəm? Yuxarı əlavə edirəm. Yəni görün burada nələr var. Ha, fikir verin, hamısında 3 dənə kəsişmə var. Demək birinciyə uyğun gəlir. Niyə? 3 dənə kəsişmə olduğu üçün. Bəs görək ikinci ilə bir əlaqəsi var. İkincidə isə bunun 3 dənə xətti var. Baxın, 1, 2, 3. Tək xəttlər. 1, 2, 3. 1, 2, 3. Demək hər ikisinə də neyinir? Uyğun gəlir. Demək cavab nədir? Demək bunda olan qanun uyğunluq hər ikisinə də neyinirmiş? Uyğun gəlirmiş. Daha sonra 20-ci sual anaqram hissəsidir. Raz, yana və yanac. Yəqin imtahanda onlar xatırlayır. Daha sonra 21-ci sual. Verilənləri bir-bir yazıram. Kəsişmələri. AC bərabər 6B. B kvadratı bərabərdir A-ya və BC də bərabərdir 3A bölünsün 2. Müəllim, mən neyniyim? Dostlar, gətirin bu A-nın yerinə. Burada istəyirsinizsə. Və bu A-nın yerinə. Burada B kvadratı qoyun. Olur B kvadratı. C bərabərdir 6B. B-lər gedir. Qalır BC bərabərdir 6-ya. BC də 6-dırsa, gətirin burada vəzləşdirim. 6 bərabərdir 3A bölünsün 2.
Və hər tərəfi 3-ə bölüb 2-yə vursam, A da bərabərdir 4. A doğrudan ne? İndi A 4-dürsə, deyib burada var, B kvadrat bərabər deyil A'ya. A da 4-dürsə, B'nin kvadratı bərabər 4. B neçədir? 2. B də 2-dirsə, başqa nə etap? İndi yazmışam burada. BS bərabərdir 6-ya. 2-ni nəyə vursam 6-ya? 3-ə. 2, 3 və 4. Cəmi ediyor 9. Növbəti bir sual. Təbii ki, 22-ci sualdan gedir söhbət. Bu sualı biz bir neçə dəfə sizlərlə bərabər həll etmişik və əlavə olaraq qeyd edeyim ki, bu sual artıq bu son bir neçə imtahanda yenə qəbulda var. Mən bu səfər sizə imtahana düşən sual formasında son qəbullarda olan suallardan birini təqdim edirəm. Yəni bu sual e, tipi olaraq ola bilər hər yerdə, amma sual olaraq xətt əlavə eləmək, xətt çıxartmaq, bu tip, yəni son qəbula düşən sualın biri də sırf bu tipdə idi. Necə? Həm fiqurun formasını, təkcə fiqurun formasının rəngini dəyişmirik, əlavə olaraq rəng dəyişimindən də başqa. Fiqurda digər hissələr də var. İndi isə gəlin baxalım bu suala. Evet dostlar, sualda bir çıxılı texnik xəta vardı, onu düzəltdim. Bu hissədən davam edirik demək. Siz fikir versəniz, birincisi, mən hər misalda nə fərqlilik görürəmsə onu qeyd edirəm. Necə yəni fərqlilik? Fərqlilik o deməkdir ki, siz diqqət etsəniz, verilən bu misal üçün. Bax yuxarıda bir dənə dairə var, iki dənə ornament. Dairə dəyişib olub. Ornament, ornamentlər də olub, fikir verin, dairə. Demək, bu gördüyünüz ulduzlardan birinin yanıb sönməsi, boz rəngdə olan ulduzlar, nəsə bir funksiya yerinə yetirir. Deməli, bir funksiyası nədir? Birinci fiqur üçün. Fiquru dəyişir. Yazıram, fiquru dəyiş. Digər bir funksiya isə nədir? Fikir verin. Gözümə dəyən şey verilən fiqurun birinin içərisində üfüqi bir xətt var. Amma onu nə edib bir dənə? Şaquli xətt əlavə edib. Demək, ikinci görəcəyimiz isə nədir? Xətt əlavə eləmək funksiyası var. Xətt silməkdə var, xətt əlavə eləməkdə. Onunla bağlı digər sınaqda da olacaq. Demək, burada nə edib? Xətt əlavə edib. Ha, doğrudur. Müəllim, bəs xətti nəyə əlavə edib? Xətti ancaq xətt olanlar əlavə edib. Fikir verin, ikinci fiqurda nə edib? Bax, bir dənə böyük fiqur var, iki dənə kiçik. Nə olub? Bir dənə kiçik, iki dənə böyük. Demək onda belə çıxır ki, bax bunda olan proses nədir? Fiqurun ölçüsü. Fiqurun ölçüsü. Əslində belə misallar olanda, bax həm iki dənə ulduzu yananları götürüm. Mesela birincidə 1 ilə 4 yanıb, bunu da 3 ilə 4. Niyə? Oxşar cəhətlərini tapsam, biləcəm ki, hansı hansıdır. Dördüncü fiqurda isə fikir verin, yəni bu üçdə baş verən proses isə nədir? Bax, xətt əlavə eləmək var. Görürsünüz, şaquli xətt, üfüqi xətt. Olub plus işarəsi. Demək, birinci funksiyası xətt əlavə eləməkdir. Xətt əlavə et. Bir də bax, 3 dənə böyük fiqur var, olub 3 dənə kiçik. Bir də demək nə var? Ölçü məsələsi. Fikir verin, bunda 3 ilə 4 yanır. Xətt əlavə eləmək var. Bunda da 1 ilə 4 yanır, xətt əlavə eləmək var. Hər ikisinin ortaq ulduzu hansıdır? Qara rəngdə olan. Dördüncü. Hə, buradan belə çıxır ki, dördüncü ulduzun işi nə imiş? Xətt əlavə eləmək. Yazıram bu hissi. Dördüncü ulduz xətt yazsam elə kifayətdir. Onda dördüncü ulduz xəttsə, bunun bir avtomatik nə olur? Fiquru dəyişmək. Fiquru dəyiş. Onda belə çıxır ki, bəs bunun üçüncü ulduzu nəymiş? Ölçü. Fiqurun ölçüsü. Bir dənə qaldı ikinci ulduz. Düzdür, ikinci ulduz heç məndə misalda ehtiyac deyil, amma yenə də. Siz diqqət etsəniz, bax bu ikinci ulduzdur. Məndə iki dənə ağ fiqur var. Olub nə? İki dənə qara. Birinci fiquru olsa bilirəm nədir? Fiqurun özünü dəyişir, deyil? Dairə olub ornament, dairə olub ornament. Demək, ikincidə rəng dəyişməkdir. İndi məndə burada verir. Neyinə? Birinci ulduz fiquru dəyiş. Yəni ornamentsə böyük olacaq ağ dairə.
O böyük olacaq kvadrat. Ortasında xətt çəkirəm ki, qalsın. Bir də nə? Kiçik ağ dairə. Qara rəngdə. Bunu elədim. Birinci getdim. Üçüncü fiqur. Fiqurun ölçüsünü dəyiş. Dəyişək. Olur kiçik ağ dairə, kiçik ornament və böyük qara dairə. Və bir də dördüncü fiqur nədir? Xətt əlavə eləmə. Heç nə. Bunları da bir dənə xətt əlavə eləsəm. A, Y bənd. Bilirəm, çətin bir sualdır. Bu artıq bir ildən artıqdır ki, Dövlət İmtahan Mərkəzinin qəbullarında düşür və düşməyə də davam edir. Ona görə də siz də bu misal edərkən bir balaca səbirli və təmkinli olun. Bundan əvvəlki videolara da baxaraq geniş formatlı izah ilə tanış ola bilərsiniz. Gəldi 23-cü suala, Kakuroya. Qeyd edeyim ki, Kakuro ilə bağlı tanıdığı ədədlər var. Onlardan yanaşmalısınız ki, misalı rahat formada həll edə biləsiniz. Onlardan biri 17-dir. 9 ilə 8 deməkdir. Bu 17-dir. 9 ilə 8 deməkdir. Bu 11-dir. 1, 2, 3 və 5 deməkdir. Və bu 17-nin ədədlərindən kəsişməsi var. Nətər 11 ilə və 13 ilə. Avtomatik bura 9, bura 8-dir. Çünki bura 9 yazsaydım 11-in altına 1 qalır. Qalır burada 3 ilə 1, burada da qalır 2 ilə 1. Mən bilirəm ki, 22 və 11-i görsəm, əgər biri 3 xana, biri 4 xanalıq kəsişmədirsə, bura avtomatik 5-dir. Çünki 22, 9, 8, 5 deməkdir. Onda bura 5-dirsə, bu 17-nin içərisində. Digər nə axtarıram? Bunun da həm ortaq kəsişməsi var. 9, 8. Görəsən hara 9 yazım, hara 8 yazım. Və yaxud da ki, verilən misalda, bax, bu gördüyünüz hissədə 5-i bura yazmışam. Bəs daha sonra nədən başlasam məni daha çox yaza bilərəm bu hissəni. Gətirəm dostlar bu hissədən. Buranı eləyirəm 8. Buranı eləyirəm 9. Əgər misalım almasam, misal dəyişərəm. Onda bura olur 9 avtomatik. 9-um var. 5 olan hissəm var. İndi mənim 3-dən birim çatmır. Məsələn, bu hissədən. Və necə edim ki, müəllim, onu yaza bilim. Bura 8 olmaz, bilirsiniz. 8 arad avtomatik, yuxarı. Onda bura qaldı 2. Onda bura olur 2. Bura olur 1. Çünki bu 2 qoymur. Onda bura olur 3. Burada olur 1. Və mən baxıram. Üzr istəyirəm. Orada 3 nəymiş? Bura olur 3. Burada olur 1. Amma mənim misalım ödədir. Fikir verin. Və mənim kakrom hazırlanır. Və bundan sonra da təklər və cütlər seçib yazırsın. Daha sonra 14-cü sual yenə qəbulda. Təbii ki, bu sual düşmüşdü. Bu arada. Yazmışdı ki, saat 11:05-də çıxmalı olan adam. Neyse çıxmalıdır. Yazıram dostlar. Bax 12, 11, 10, 9. Bu tərəfdə yazıram. 1, 2, 3, 4. Həmişə biz bunu başqa cür başlamışıq. Bu səfər başqa cür eləyim. Dostlar, indi saat neçədir məsələn? Buradan belə baxsanız. Siz saat görürsünüz hal-hazırda 3 işləyir. Neçə dəqiqə? 3 işləyib neçə dəqiqə? O demək ki, yəni saat 2 qalıb daha doğrusu. Neçə? Tamam 44. Bunu 12-yə tamamlasanız burada saat neçə olmalıdır? 9, neçə? 16. Buradan da belə başlayıb tamam eləyə bilərsiniz. Ha, misala şərt deyil. 9:16-dan da 11:05-ə gedin. Ha, doğrudan onda 9:16-dan da 11:05-ə getsəm, baxıram bu hissədən gələndə bunu 11-ə çatdırmaqdan ötəri nə çatışmır? 1 saat 46 dəqiqə buradadır. Yəqin bu 10:05-dir dost. 11:05-dir. Rəqəmlərə fikir verin. Burada bir sıxıntı texniki səhvlik olur. 1 saat 46 dəqiqə oradan, 5 dəqiqə də buradan. Onda bu mənim üçün neçə edir? Baxıram bu hissədən. 16 dəqiqə də burada. 106 və üstə də gələk 6 bərabərdir 112. Daha doğrusu 14 dəqiqə. Buradan da 16. Bu dedik 110. 109'du bize dəqiqə. Hə, 109. Mən də 114 yazmışam. 109 dəqiqə. Düzəldərəm indi bu misalı. Daha sonrasında gəlirəm 25-ci suala. Bu da maraqlı bir sualdır. Demək, nə eləyib? 12-ni vurub 7-yə 84. 2-ni də vurub 6-ya 12.
84 ilə 12-ni toplayıb 96 deyir burada. Yəni 7-ni 5-ə vursam 35, 9-u 3-ə vursam 27. Cəmi neçə eləyir? 62. 6 və 2. 4-ü 11-ə vursam 44. Üstünə nə gəlsəm 86 eləyər. 42. Onda nə çatışmır bura? 14. Həmin 14-dən də çıxsam 6-nı bərabərdir 8. Sonra 26-cı sual var. Diaqram tipi bir məsələdir. Və yazıbdır ki, burada sütun diaqramda bankın müştərilərə verdiyi kreditlərinin saylarının illərə görə paylanması göstərilmişdir. 2006-cı ildə istehlak kreditlərinin 2005-ci ildə neçə faiz çoxdur? 2006-cı ildəki istehlak kreditləri bu qalın xəttdir. 2006-cı ildəki 2004, 2005, 2006, 2007. 2006-cı ildəki ilk istehlak krediti 5-dir, 2004-cü ildəki isə 4-dür. Yəni 4000. Çoxdur deyəndə 5-i bölürəm, 4-ə vururam 100-ə. Bərabərdir 125%. Yəni hər 100-dən artıq aldığım faiz nədir? Mənim üçün gəlir. O da 25%. Sonra 27-ci sual. Ben bununla bağlı da bizim Facebook qrupunda da bir paylaşım eləmişdim. Bu da o sual tiplərindən biridir. Su bizdə nə yaradır? Tsunami. Külək bizdə nə yaradır? Tufan. Bəs qar zamanı nə yaranır? Uçqun. 28-ci sual var burada. Bu 28-ci sualı xüsusi bir video həll olaraq çəkib sizin üçün aşağıdan yerləşdirəcəm. Qeyd edeyim ki, qarşıdakı imtahanlarda da siz bu sualla rastlaşa bilərsiniz. Saat məsələsidir, elektron saatdır. Və qeyd edim ki, bunu həllinə baxarsınız və baxmadan da mütləq imtahana getməyin. Hətta həllin bilənlər aşağıdan yaza da bilərlər variantlarınızı. Sonra 29-cu sual X şərti dilidir. Bu 2 dəfə düşüb burada. Yazıb o dərs oxuyur, mən kitab oxuyuram, o test yazır, kitabda test var və s. Məsələ burada nədir? Bu o deməkdir dostlar, o. Burada həm də şeylərin də yeri dəyişib, hecaların, söz birləşmələri. Nətər yəni? Bax, oxuyur sözü var, oxuyuram sözü var. O sözü burada da var, fikir verin. O sözü burada da var. Bu ikisində də eyni olan nə var? Fi. Deməli, o sözünün hecası nədir? Fi. Yazıb, o test yazır. Bunda da test sözü var, bunda da test sözü var. Hər ikisində uyğun olan nədir? Ub. Onda demək bu nədir? Ub sözü. Demək test sözü nəymiş? Ub. Doğrudan, onda beləymiş ki bu, bəli. Deyir, onda fikir verin, bunda da ZP var. Bunda da ZP var. Bunda belə çıxır ki, oxuyur və yaxud da ki, oxuyuram ki, nəymiş? ZP. Onda ta nədir? Dərs. İndi deyirəm, mən ZP-ni tapmışam. Yazıb məsələn MK, MK. MK nə var burada? Kitablar. MK. Onda CR mən deməkdir. Deyirəm, mən dərsdə test yazıram. CR. Dərsdə CR ta bir avtomatik sual. Yebən. Bir daha deyirəm, biz bununla bağlı bir neçə izah vermişik sizə. Ki, bunu belə edə bilərsiniz. Z, o saatı ZP deməkdir. Yox, burada həm də yerlərini də dəyişdirib, sırasını da pozub. Son suala gəldik, yenə rebusla bağlı. Qeyd edim, rebusla bağlı son keçirilən imtahanlarda bir neçə dənə sual düşür və düşməkdə davam edir. Bu da həmin o suallardandır. İndi isə qeyd edim ki, 6 bucaqdır, 4 bucaqdır. 2-ni vurub 6-ya 12, 3-ü vurub 4-ə 12. Toplayır hər ikisini, bərabərdir 24. Yəni nə? 1-i vurub 0-a 0, 2-ni də vurub 3-ə 6. Cəmi bir yerdə 6-dır. Dostlar, əgər bu videonu bura qədər izlədinizsə, videonu bəyənməyi və aşağı hissəsindən yorum yazmağı unutmayın ki, sizin yazdığınız şərhlər və bəyənmələriniz videonun daha çox insanın qarşısına çıxaraq faydalanmasına kömək eləyir. Və qeyd edim ki, əgər siz də bu son 10 gün daha çox faydalanmaq istəyirsinizsə, ekranda gördüyünüz 25 sınaq deyil, artıq qeyd edeyim, 33 sınaqdır.
və 990 suallardır. Sınaq toplumumuz. Əldə etmək üçün həm aşağıdakı nömrəyə yaza bilərsiniz, həm də Bakıda istənilən kitab evindən yaxınlaşıb kitabı əldə edə bilərsiniz. Videonu da bura qədər izlədiyiniz üçün sağ olun. Hər birinizə uğurlar arzulayıram. İnanıram ki, bu videodakı suallar da sizin hər biriniz üçün faydalı oldu.